Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilər. Şənbə söhbətləri ədəbiyyat almanaxı verilişində xoş gördük sizləri. Tariximizdə baş verən elə hadisələr var ki, onların ədəbiyyatda çox böyük rolu olub. Və tarixdə baş verən ictimai-siyasi hadisələri və digər fəlakətləri xalq necə yaşayıbsa, yaradıcı insanlar həmin hadisələri bədii ifadə vasitələri ilə gələcək nəsillərə eləcə də çatdırmağa çalışıblar. Bu mənada ötən əsrdə 1990-cı il yanvarın 20-sində Sovet qoşunlarının əli ilə Azərbaycan xalqının müstəqillik hərəkatını boğmaq məqsədi ilə törədilən Şənbə faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinmir. Və qələm sahiblərimiz bu faciəyə böyük maraq göstəriblər. Həm qürur, həm də ürək ağrısı ilə qeyd etməliyik ki, 20 yanvar faciəsi Azərbaycan ədəbiyyatında, istər nəsrdə, istərsə də poeziyada zaman keçdikcə daha dolğun görünməyə başladı. Bəli, bu barədə çox yazdılar, çox yaratdılar və 20 yanvar hadisəsi heç zaman yaddaşlardan silinmədi. Bu ədəbi nümunələrdə daha da insanların beynində formalaşmağa, yaddaşlardan silinməməyə başladı. Beləliklə bizim ədəbiyyatımızda 20 yanvar faciəsi mövzusunda verilişimizdə qonaq var. Biz qonağımızı salamlayırıq. Credo qəzetinin baş redaktoru, prezident təqaüdçüsü, yazıcı, publisist Əlirza Xələflidir. Xoş gəlmisiniz Əlirza müəllim. Xoş gördük. Ədəbi yaddaş. Gah boşalar, gah dolar bu qarı göynüzü. Hara çevirsən birdir şəhərin, köyünüzü. Görənlər yaxşı bilir, astarı üzü birdir. Müdrikləri aldatmaz dünyanın oyun üzü. Əlirza müəllim, o dövrdə tarixi bir faciənin şahidi olduq. Biz kiçik yaşlarında olardıq. Yəqin ki, sizin də xatirinizdədir. Bütün Azərbaycan səhər ayıldı, tamamilə ayrı təfəkkürdə, ayrı düşüncədə və ədəbiyyatımızda da böyük bir oyanış baş verdi. Həmən günlər ərzində, o faciəli günlər ərzində əsərlər yazıldı, şeirlər, poemalar, ağılar yazıldı. Bu bizim həm rəssamlara təsir etdi, həm musiqiçilərimizə, eyni zamanda da ədəbiyyatımıza təsir etdi bütün bu hadisələr. Və mən istərdim ki, o qanlı, faciəli, o yalnız Azərbaycan müstəqilliyinin təməli qoyulan həmən o gün, bizim qan yaddaşımızdan silinməz olan həmən gün haqqında siz də bir ədəbiyyatçı kimi, yazıcı kimi, publisist kimi sözlərinizi deyəsiniz. Buyurun. Çox sağ olun. Elə hadisələr var ki, bunlar tarixə qovuşduqca yenidən gəncləşir. Sanki Sanadurun vaxtı ilə deyirdi, siz yaşlaşırsınız, tarix qocalır. Yəni bunu kimə, hansı hadisəyə uyğun olaraq dediyinin dəxli yoxdur məsələyə. Amma ifadənin aforizmi gücü ondadır ki, xalqın yaddaşında iz buraxmış, xalqın yaddaşına əbədi yaşarlıq almış hadisələr qocalmır. Zaman keçdikcə təzə 10 illiklərdə sanki yenidən gəncləşərək, cavanlaşaraq bütün ağrıları ilə, acıları ilə, hətta fərəhli notları ilə dəxli yoxdur. Təzədən dirilir və təzədən oyanır xalqın yaddaşında. Yeni nəsillər, hər dəfə yeni nəsillər tarixin axarına qoşulduqca həmin hadisəni öz düşüncəsində yeni mahiyyətdə qavrayır. Və bu mənada 20 yanvar hadisəsi də yaddaşdan asanlıqla silinən hadisə deyil. Və hər dəfədə, hər 10 illikdə bu elə bil ki, təzədən bütün o çırpaqlığı ilə görünərək bir o ağırlı, göynərtili, qızıl-qırmızı qan içində olan mənzərəsi ilə təzədən görünür. Bilirsiniz, bəzən tarixi hadisələrdən düzgün baş çıxartmayanda, tarixin hərəkətini düzgün qavramayanda insanlar çıxış yolunu görə bilmir və bu da istər-istəməz mən tez-tez işlədirəm bu xaos ifadəsini, xaosa yuvarlanır. Bu 20 yanvar hadisələrində də
təqribən bax belə bir mənzərə artıq göz qabağında idi. Amma bu qətiyyən haqq vermir ki, kimlərinsə səhvindən, kimlərsə siyasəti düzgün apara bilməməyindən və yaxud da düzgün aparmağından asılı olmayaraq hər kəs həmin mənzərəni öz yaddaşında vətənin ağrısı kimi, xalqın yarası kimi yaşatmalı olur və yaşadır. Məsələn, Sabir Əhmədlinin yanvar hekayələri, qara yanvar hekayələri, məsələn, Qabilin məşhur müsibətnaməsi, digər sənətkarların hamısının bu və ya digər dərəcədə yaradıcılığında 20 yanvar var idi. Mən də indi bir neçə dörtlükdə mən bəlkə oxuyaram. Bu dörtlükləri məhz mən həmin ərəfədə, həmin o dərdin insana sanki qalib gəldiyi dövrdə qələm almışam və bu da istər-istəməz demək bu gün yaddaşda təzədən oyanır və özünün diktəsini tələb eləyir. Mən söz arası da olsa bir çox maraqlı bir məqama da işıq salmaq istəyirəm. Bizim çox istedadlı bir şairimiz olub. O qədər də təbliğ olunmayıb və o qədər də mətbuatda çox görünməyib. Əbülfət İslam adında. O Əbülfət İslam az yaşayıb. Amma məsələ burasındadır ki, yaşadığı dövrdə çox dəyərli yaşarı əsərlər yazıb qoyub gedib və hətta bir çox əsərlərini heç çap elətdirə bilməyib. O Əbülfət İslamın Şəhid Sevgililər adlı poemasının əl yazmasını bizim ədəbiyyat sevdalısı, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, keçmiş polis zabiti İsmail Həkimli həmin o Əbülfət İslamın Şəhid Sevgililər poemasının əl yazmasını gətirdi mənə. İndi siz ədəbiyyat adamısınız və özünüz də böyük ədəbiyyat adamının ailəsində doğulub böyümüsünüz. Siz bilərsiniz mən nə deyirəm. Əl yazmalarla işləmək bilirsiniz nə qədər çətin deyil. Əl yazmada, məsələn, deyək ki, bir sözün xüsusi yeri var və sən də o sözü oxuya bilmirsən. Bilmirsən ki, bu söz burada nədir və onu dəyişsən, hansı məna verəcək və o sözün özün tapsan, hansı mənanı daşıyır. Ədəbi yaddaş. Əbülfət İslamın həmin əsərinin əl yazmasını çox çətinliklə bərpa eləyə, qaralanmış hissələri, qaralanmış səhifələri bərpa eləyə, çox çətinliklə mən onun demək çapa hazırladım. İsmail Həkimli bir son söz yazdı. Mən özüm də həmin əsərə bir ön söz yazdım. Kitab şəklində çıxdı. Kitab şəklində çap olundu. Şəhid Sevgililər, İlham və Fərizə. Bu, yəni müəyyən mənada xalqımızın yaddaşında olan, şifahi olaraq xalqın öz yaddaşında yaşayan İlham Fərizə dastanının qələm alınması idi. Həmin əsəri mən bilirəm ki, məsələn, deyək ki, çox keçməz dərsliklərdə biz görərik. Vətəndaşlıq hüququ alan bir əsər kimi görərik. Buna mən inanırım. Mən bir mənalı şəkildə onu deyim ki, Azərbaycan ədəbiyyatı xalqın tarixində baş verən hadisələrin heç birisinə borclu qalmır. Ola bilər, hər hansı bir sənətkar mövqeyi baxımından səhv eləyə bilər. Hadisəni düzgün qavramaya da bilər. Təhrif də edə bilər. Amma məsələ burasındadır ki, bütün xalqın həyatında baş verən hər bir hadisəyə qalam adamı, söz adamı, düşüncə adamları borclu qalmır və münasibət bildirir. 20 yanvarla bağlı abidələr, ayrı-ayrı rayonlarda, ayrı-ayrı meydanlarda, küçələrdə 20 yanvar şəhidlərinə uzaldılmış abidələr, o ürək parçalayan ana fəryadları, daş üzərində poemalar, yəni daş üzərində poemalar bax bu cür yarandı və yazıldı. Qeyd etdiyim kimi görkəmli söz sənət adamları 20 yanvara həsr olunmuş əsərləri ilə həmişə 20 yanvar ərəfəsində xatırlanırlar. Mən sizə məsələn bir fakt deyim ki, hər 20 yanvarda mənim nəvələrim deyir ki, baba 20 yanvara aid şeirini ver, əzbərləmək istəyirəm. Bax bu bilirsiniz nədir? Bu odur ki, yəni gələn nəsil heç 20 yanvar haqqında təsəvvür olmasa belə onu artıq öz yaddaşında obraza çevirir. Ədəbi nümunələr vasitəsilə bilir tariximizi. 20 yanvarla bağlı o yəni dərd obrazı kimi mən qavrayırdım.
həmin o dərd obrazını demək yazıya gətirən dördlüklər yazmışdım. Çox xahiş və heç edərdim. yerdə səslənməyib. Buyurun, dinləyirəm sizi. O biri şeirlərimi, 20 yanvarla bağlı şeirləri mən dəfələrlə oxumuşam, amma həmin dördlüklər heç vaxt demək səslənməyib. Buyurun, dinləyirik sizi. Çayı quru keçərsən, keçməyə qayıq olsa, başın salamat olar, keşikçi sayıq olsa. Bir sərxoş yol soruşdu, gününə baxdım, dedim, yolu necə keçməyi baş bilər, ayıq olsa. Baş bilər, ayıq olsa. Həzin bir xatirədir, yaddaşımın illəri, ruhuma, varlığıma axır kədər selləri. Yarpaq günlərim saralıb bir düşür, əsdikcə taleyimdən soyuq xəzan yelləri. Ey könlüm, bir dilə gəl, axı niyə qəmlisən? Aləm sevinir, gülür, sən belə ələmlisən. Könlüm mənə söylədi, qəlbində ağlayırsan, bəs yağış hardan yağır? Sən gözləri nəmlisən. Müdrikə tənə ilə söz atar düşkün, əyyar. Hansı daha üstündür, kim bilər o baş, bu baş. Sədi deyib bir daş ki, qızıl camı sındırar, qızıl düşməz qiymətdən, qiymət də almaz o daş. Ədəbi yaddaş. 20 yanvar hadisələri bu xalqın mənəvi yaddaşındakı birlik gücünü oyatdı. Birlik gücünü oyatdı və ulu öndər gələndə 20 yanvar hadisələrinə, bu hadisələrin baş vermə səbəblərinə bağlı müzakirələrdə də qeyd etdi ki, xalq öz dərdinin ətrafında birləşməyi bacarır. Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş insanların qəhrəmanlığından ruhlanırıq. Onların şəhidliyinə görə fəxr edirik. Mən bir mənalı şəkildə bu fikirdəyəm ki, Azərbaycanın ədəbi düşüncəsi 20 yanvar hadisələrinə heç vaxt biganə olmayacaq. Xalqın mənəvi yaddaşında onu birliyə çağıran əsas vasitə kimi daim ilham mənbəyi olacaq. Və bu məsələlər unudulmazdı, yaddan çıxmazdı. Hər gələn ildə, hər növbəti 20 yanvar günündə xalq hadisəni sanki yeni bir çalarda görür, yeni bir rəngdə görür və bu da ədəbiyyat olaraq yaddaşa çevrilə bilir. Çox sağ olun Əlirza müəllim. Çox təşəkkür edirik sizə. Bizim studiyamızda qonaq oldunuz və bu unudulmaz faciənin ədəbiyyatda rolu haqqında çox dəyərli fikirlər söylədiniz. Xiyabanı, boynu bükük çiçekler, visalına yetmeyen saya gelmez yürekler. Mezarlar sıra sıra, baş taşları yan bayan, bu torpakta uyuyor saysız yiğit kahraman. Şehitler xiyabanı, kalbimizin yaşları, Neçə sevən ürəyin naçan can sirdaşları. Şəhidlər xiyabanı, tarixin dilləri, millətin məhvəmə üçün düşünən beyinləri.
xiyabanı ayağa qalxan elim azadlıq yollarında hünər qeyrət heykəlim şəhidlər xiyabanı canımızdan köçən can şəhid verirsə demək yaşayır Azərbaycan şəhidlər xiyabanı qəlbimizin yaşları neçə sevən ürəyin naçan can sirdaşları şəhidlər xiyabanı tarixin düğünləri millətin məhəməkun düşünən beyinləri 20 yanvar faciəsinin qan izləri, qurumayan göz yaşları ədəbiyyatımızda daim öz aktuallığını qoruyub və qoruyacaqdır. Çünki bu günahsız əli yalın insanlara qarşı törədilmiş faciədir və hər kəsə məlumdur ki, bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya car çəkdilər. Biz də Şənbə söhbətləri, Ədəbiyyat Almanaxı komandası olaraq 20 yanvar faciəsini hüzünlə anırıq və onun ədəbiyyatda rolu haqqında bugünkü verilişimizdə danışdıq. Verilişi sizin üçün hazırladılar müəllif Aysel Fikrət, rejissor Anar Məmmədov. Təşəkkür edirəm. Şəhidlər xiyabanı qəlbimizin yaşları neçə sevən ürəyin naçan can sirdaşları şəhidlər xiyabanı tarixin düğünləri millətin məhəməkun düşünən beyinləri